Amerika Birləşmiş Ştatlarının İrana mümkün hərbi müdaxiləsi ilə bağlı anonslar fonunda beynəlxalq mediada fərqli iddialar səsləndirilir. Bəzi nəşrlər Vaşinqtonun hazırki geosiyasi şəraitdə Tehrana qarşı geniş miqyaslı əməliyyat aparmaq imkanlarının məhdud ola biləcəyini yazır. Bu mövqe xüsusilə ABŞ-nin Ukraynaya göstərdiyi hərbi yardım və İsrailə verdiyi dəstək kontekstində əsaslandırılır. Bu çərçivədə The Washington Post qəzeti Vaşinqton rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ Silahlı Qüvvələr Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri General Dan Keim bir müddət əvvəl Donald Trumpla görüşüb. Məlumata görə general İrana qarşı mümkün iri-miqyaslı əməliyyat zamanı ABŞ hərbçilərinin müəyyən çətinliklərlə üzləşə biləcəyini diqqətə çatdırıb. Bunlar sırasında müttəfiqlərin yetərli səviyyədə dəstək verməməsi ehtimalı da qeyd olunub. Oxşar iddialar daha əvvəl də gündəmə gəlmişdi. Axios rəsmi mənbələrə istinadən yazmışdı ki, İrana qarşı hərbi əməliyyat Vaşinqton üçün uzun müddətli münaqişəyə çevrilə və Amerikalı hərbçilər arasında itkilərlə nəticələnə bilər. Bununla belə bir sıra ekspertlərə ABŞ-nin hərbi potensialının kifayət qədər olduğunu vurğulayırlar. Amerikanın gücü çatacaq, əlbəttə ki, Amerikanın hərbiyə ayırdığı trilyonlar hara və yaxud İranın milyardları hara. Yəni İran düzdür, biraz fanatizmə köklənir ki, biz regionda nə qədər Amerika Birləşmiş Ştatlarının bazaları var, hərbiçiləri var, gəmiləri var, biz onları məhv edəcəyik. Amma yenə də demək istəyirəm ki, ona da Amerika deyərlər, çünki dünyanın bir nömrəli ölkəsidir. Qeyd edək ki, ABŞ hərbi gücünə görə dünya miqyasında ön sıralarda qərarlaşan dövlətdir. Buna baxmayaraq son illərdə Vaşinqton hərbi potensialı ilə bağlı statistik məlumatların açıqlanmasında ehtiyatlı mövqe tutur və detalları ictimaiyyətlə geniş şəkildə bölüşmür. Məsələyə ABŞ-İran münasibətləri prizmasından yanaşdıqda isə Vaşinqtonun zaman-zaman hərbi mövcudluğunu nümayiş etdirdiyi müşahidə olunur. Digər tərəfdən siyasi şərhçilər hesab edirlər ki, hərbi potensialın mövcudluğu ilə əməliyyata başlamaq qərarı eyni məna daşımır. Amerika nə qədər qüvvələr toplasa da İranla bağlı müharibəyə başlamaq qərarını hələ qəti şəkildə verməyib. Mənim qəti inanıma görə Amerikanı qorxudan şeylərdən biri, bəli, İranda müharibənin uzanma ehtimalıdır. Ötən il yayında olduğu kimi 12 günlük müharibə sonra isə dayandırmaq Amerika bu yolla getsə uduza bilər. Və Amerika düşünür ki, bu dəfə İranda hakimiyyəti dəyişmək, İran rejiminin İsrailə münasibətini və bölgədəki siyasətini dəyişmək üçün mütləq orada hakimiyyət dəyişməlidir və quru əməliyyatlar getməlidir. Beynəlxalq mediada səsləndirilən iddialar və ekspert rəyləri göstərir ki, məsələ təkcə hərbi potensialla məhdudlaşmır. ABŞ-nin imkanları ilə bağlı müzakirələr fonunda əsas sual siyasi qərarın verilib-verilməyəcəyi və mümkün əməliyyatın miqyasıdır. Regiondakı qüvvələr balansı, müttəfiqlərin mövqeyi və münaqişənin uzanma ehtimalı Vaşinqton üçün əsas hesablamalar sırasındadır. Hazırki mərhələdə rəsmi qərar elan olunmasa da proses həm hərbi, həm də diplomatik müstəvidə diqqətlə izlənilir. ABŞ-İran xəttində gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi isə qarşıdakı dövrdə veriləcək siyasi qərardan asılıdır.